keçmiş günlərin heyfini çəkməkdənsə artıq bugünkü günə önəm vermək lazımdır. Bugünkü günə odaqlanmaq lazımdır. Bugünkü gündə mənim başıma istənilən çətin bir hadisə gəlir gəlsin, nə olur olsun, fərqi yoxdur. Heç vaxt qanımı qaraltmıram. Həmişə həyata xoşbəxt gözlə baxıram, həmişə həyata pozitiv enerji ilə yaxınlaşıram. İstənilən çətinlikdə gülürəm, əylənirəm. Məni ola bilər qıraqdan bir çox insan dəli kimi tanısın, amma bu da mənə xoşdur. Qoy tək məni dəli kimi tanısın. Tək məni insanların qanını qaraldan, mənfi enerji verən, içi pisliklə dolu, içi qurtlarla dolu bir insan kimi tanımasınlar. Bu çox gözəl bir şeydir əziz dostlarım. Həmişə həyatda çalışın, gələcəyə odaqlanın. Geridə nə qalıbsa olub, bitib. Şah bir gün nökərinə deyib ki, mənə elə bir söz denən ki, qanımın qara olan vaxtı o söz yadıma düşsün, keyfim açılsın, keyfimin kök olan vaxtı o söz yadıma düşsün, qanım qaralsın. Ümidvaram ki, bu məsələni çoxunuz bilirsiniz. Bir nökər də şaha deyib ki, bu da keçər. Şah deyib, bu nə deməkdir? Bu deyib, yəni sənin qanın qara olduğunda bu ağlına gəlsin ki, sənin qanın qara olduğun bu dönəmlər, bu çətin günlər, bu bütün sıxıntılar keçəcək. Sən axır əvvəl xoşbəxt bir gün, gözəl bir gün yaşayacaqsan. Və gözəl gün yaşadığın zaman da sən bunu fikirləşməlisən ki, bu da zaten keçəcək. O günün dadını çıxarmalısan, indiki əlindəki xoşbəxtçiliyin qədrini bilməlisən, həyatda dediyim kimi xoşbəxt gözlə baxmalısan, həyatda istənilən bir şeydən müsbət bir enerji almalısan. Heç həyatda çalışın qanınızı qaraltmayın.